Orta əsrlər şərq elmi fikir tarixində elə simalar var ki, onların adı əsrlər keçsə də zamanın yaddaşından silinmir. Bu böyük şəxsiyyətlərdən biri də Nəsrəddin Tusidir. O yalnız bir alim deyil, həm də filosof, riyaziyyatçı, astronom, pedaqoq və dövlət xadimi idi. Tusi öz zəka gücü, geniş dünya görüşü və insanlığa xidmət edən fəaliyyəti ilə elm xəzinəsinə misilsiz töhfələr bəxş edib. 1201-ci ildə Tuz şəhərində dünyaya gələn gənc alim elmə böyük maraq göstərmiş, müxtəlif sahələr üzrə dərin biliklər qazanmışdı. Riyaziyyat və astronomiya sahəsində yazdığı əsərlər uzun müddət həm Şərqdə, həm də Avropada əsas mənbələrdən sayılıb. Onun təşəbbüsü ilə yaradılan Marağa rəsədxanası dövrünün ən böyük elmi mərkəzlərindən biri idi. Burada aparılan tədqiqatlar göy cisimlərinin öyrənilməsində yeni mərhələnin başlanğıcına çevrildi. Tusi eyni zamanda yüksək mənəvi dəyərləri təbliğ edirdi. Onun fikrincə, insanın kamilliyi yalnız biliyi ilə deyil, əxlaqı ilə ölçülür. Bu baxımdan yazdığı fəlsəfi və etik əsərlər bu gün də öz aktuallığını qoruyur, oxucunu düşünməyə və düzgün yol seçməyə səsləyir. Nəsrəddin Tusinin həyatı bizə göstərir ki, elmə sevgi, zəhmət və məqsədə inam insanı ucaldan ən böyük qüvvədir. O öz adı ilə tarixə möhür vurdu və gələcək nəsillərə işıqlı bir yol miras qoydu. Böyük alimlərin ömrü illərlə deyil, əsrlərlə ölçülür. Nəsrəddin Tusi də zamanın sınağından çıxaraq bu gün də elmin zirvəsində parlayan, insanları biliyə və kamilliyə çağıran sönməz bir ulduz kimi yaşayır. Sonda onu da qeyd edək ki, Nəsrəddin Tusinin ən böyük mirası Marağa rəsədxanasıdır. Bu rəsədxana dövrünün ən müasir elm mərkəzi idi və burada 400 mindən çox kitabın olduğu bir kitabxana yerləşirdi.